Məsələ dəriyi örtmək deyil. İslam dinində hicab deyəndə məsələ dərini örtmək deyil. Hicab deyəndə naməhrəmin gözündən uzaq durmaq deməkdir. Allah Azza və Cəllə sənə örtün deyərkən naməhrəmlərin gözündən örtün deyib. Sən örtünməyə əmr olunmusan naməhrəm səni görməsin deyə. Sənə kimsə şəhvət gözü ilə baxmasın deyə. Sənin haqqında pis zənlərə, şəhvani hisslərə qapanmasın deyə. Onun üçün örtünmüşsən. Səbəbi Allahın əmridir deyə qəbul eləməlisən. Hətta Allah qatında hicablı qadın, iffətli, namuslu qadın hesab olunasan deyə. Allahın əmri deyil də, mənə belə yaraşır deyib geyinirsənsə, o zaman sən İslam dinində hicabın əhəmiyyətini küçümsəyirsən. Bizim bu həyatda ən emosional, ən Allahdan qorxduğumuz, ən günahlardan uzaq olduğumuz vaxt hansı vaxtdır? Namaz əsnasındadır, düzdürmü? Səcdə əsnasındadır. Peyğəmbər sallallahu aleyhi və səlləm bu mübarək bir məqamda buyurur ki, bir qadının ən əfzəl səffi məsciddə kişilərdən ən uzaq olan səffidir. Halbuki məsciddə bir yanlış eləmək şansımız yoxdur. Hətta ibadət yerində belə kişilərdən uzaq durmağı fəzilət görən bir şəriət, sən örtünmüşəm deyib özünü milyonlarla, minlərlə kişilərə necə göstərə bilərsən deyə özünə sual verməlisən.